Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, 11-ci sinif 1-ci qruplar üçün qəşəng bir sınaq izahı olacaq. OTK-nın bugün keçirdiyi, deməli, sınaq imtahanıdır. Videoya başlamışdan əvvəl kanala abunə olub, videoları bəyənib, rəylərinizi rəy bilməyi yazmaq unutmayın. Bu arada sürət qruplarımız həm 1-ci qruplar, həm 4-cü qruplar üçün davam edir. Qoşulmaq istəyənlər oradakı əlaqə nömrəsini yazaraq əlaqə saxlaya bilər. Və uşaqlar, başlayaq görə nə yazır? Suallara sizə baxmamışam, belə birbaşa elə sizinlə bərabər baxacağıq. Deməli, birinci sualda bizə maddələr verilib. H2O2 və kalsium nitrat verilib. Hər ikisinin molu eynidir. Parçalanmasından alınan oksigenin miqdarı verilib. Uşaqlar, deməli, H2O2-nin ilk öncə parçalanmasını yazaq. H2O2 manqan katalizator iştirakı ilə nəyə parçalanır? H2O ilə oksigenə parçalanır. Kalsium nitratın da parçalanmasını yazaq. Kalsium nitrat da nəyə parçalanır? Kalsium NO2 2 dəfə plus oksigen və hər ikisinin parçalama təhlilini yazır. Bunları əmsallaşdıraq. Deməli, burada oksigen isə 2 dənədir. Burada 1, 3 dənədir. Burası 0,5 yazsaq bərabərləşir. Hər tərəfi 2-yə vuraq. 2, 2 getdi. Və uşaqlar, burada baxıram ki, bu əmsallaşma ehtiyac yoxdur. Əmsallar burada bərabərdir. Hə. İndi nə edirik? Bunun 2 molundan nə qədər oksigen alınır? 1 mol alınırsa, bəs özümə sual verirəm. A-sına nə qədərdir? N1. Buradan N1-i tapıram. Buradan N1-i tapanda A böl 2 alınır. Bunun 1 molundan 1 mol alınırsa, deməli A-sına nə qədər alınır? N2. Buradan N2-ni tapıram. N2 də burada eləyəcək elə A. İndi şu an münasibət qurmaq lazımdır bunlar arasında. Doğru münasibəti və deməli biz bunları nətər bərabərləşdirə bilərik? Nətər bərabərləşdirə bilərik? Deməli biz bunu əgər 2-yə vursaq, buna bərabər olur. Yəni 2N1 bərabərdir N2. Yəni bunu həqiqətən 2-yə vuranda 2-lər ixtisar edir və bunlar bir-birinə nə edirlər? Bərabər olur. 2N1 bərabərdir N2. Yəni testinin düzgün cavab variantı A variantı olmuş olacaq. Yəni bu da variantlardır. Belə A, B, C, D, E variantlarıdır. Yəni burada cavabımız olacaq A variantı. Davam eləyək növbəti sualla. Növbəti suala görə söhbət nədən gedir? Bunu onlayn sınaqdan götürmüşük, ona görədir. Demək, keçək növbəti suala. Növbəti sualda uşaqlar bizdən nədən söhbət gedir? Görək nə soruşurlar bizdən. Deməli, 1 mol CNH2 plus 2, yəni alkanın oksigenə tam yanmasıdır. 11 mol məhsul alır. Uşaqlar, ümumiyyətlə alkanların yanma tənliyini ilk öncə yazaq. Biz bilirik ki, yanma zamanı alınır, karbon qazı ilə su alınır və əmsallaşdıran zaman belədir. CH, əvvəl C-ları düzəlsən, sonra H-ları axırda olar. Bura N yazırsan, 2N plus 2, bura nə yazırsan? N plus 1 yazırsan, N plus 1 2-yə vuranda 2N plus 2 edir. Və burada məhsulların oksigen tapa bilərsən əslində 2N, bu da N plus 1, 3N plus 1, buraya yazırsan 3N plus 1 böl 2. Və uşaqlar, məhsulun mol sayıdır. Ona görə nə edirəm? N üstünə gəl, N plus 1 bərabərdir 11. 2N bərabərdir 11-dən 1 çıxıram, qalır 10. N də bərabərdir 5. Testimizin cavabı olacaq. Deməli, bu A variantı, B variantı, C variantı, D variantı olacaq uşaqlar. Burada variantlar yoxdur. Ona görə, yəni sadəcə mən burada qaralayacağım da onları belə deyək. Gələk növbəti suala. 60, neçənci sualdır bu? 62, sonra keçək 63-cü suala. Deməli, 63-cü sualda uşaqlar, deməli, X hansı maddə? Nitrat turşusunun qatısı ilə, deməli, turşu verirsə, bu metallar ola bilməz. Metallar ələ getsin. Yəni, metallar duz verir, digər məhsullar alınır. Deməli, uşaqlar, burada xlor HNO reaksiya getmir. Cavabımız, deməli, çox diqqətli olun. S-in üzərinə HNO3 qatı gələndə, uşaqlar, alınır sülfat turşusu alınır, H2SO4. Bir də digər məhsulları verib də burada NO2 ilə su alınır. Karbonda da əslində alınır da, sadəcə karbonda belə deyək də, karbonat turşusu alınır sözcə. İndi biraz mübahisə oluna bilər, amma məncə ehtiyac yoxdur. Karbon qazı və suya parçalanır deyə CO2, NO2, su. Ona görə bunu götürmürük. Yəni burada maddəmiz turşu oksidi olacaq. Ona görə cavabımız olacaq, deməli, bu kükürt. Davam eləyək növbəti sualına. Görək növbəti sualda söhbət nədən gedir. 1 mol asetilin uşaqlar, 1 mol asetilin özünə 1 mol nəsə birləşdirir. İlk maddəsinin cis trans izomerləri olarsa. Ümumiyyətlə, uşaq, cis trans izomeri nə idi? Bu iki qat rabitəli karbon görürsünüz. Bunun bu kənarı ilə, bu kənarı ilə, bu kənarı müxtəlif şeylər olmalıdır uşaqlar. Yəni, bunlar müxtəlif olmalıdır. Yəni, belə qarşı-qarşı eyni ola bilər, bir tərəfdə eyni ola bilər. Problem deyil. Əsas odur ki, bu kənarlar müxtəlif olsun. Asetlərin formulu nədir? C, deməli, 3 qat rabitə, CH 3 qat rabitə, CH-dır. Üzərinə əvvəlcə su gəlirəm. Üzərinə su gəlirəm, HOH gəlirəm uşaqlar. Burada bilməlisiniz ki, asetlin su ilə reaksiyası Kuçerev reaksiyasıdır və bu zaman aldehid alınır. CH3, COH alınır. Uşaqlar, burada da yəni belə bir söhbət almalı. İsmində bu A variantı getdi. Gələk buna. Asetlin CH 3 qat rabitə, CH üzərinə hidrogen gəlirəm 1 mol uşaqlar. Hidrogeni HH kimi yazıram. Burada 2 qat rabitə qırılır. H-ın biri bura birləşir, biri bura birləşir. Burada da fikir verirsə uşaqlar 2 qat rabitə olur olmağına. Sadəcə olaraq burada 2 hidrogen var, burada 2 hidrogen var. Və burada cis trans izomerliyi yoxdur.
Bu da getdi. Bu xloru niyə yoxlamadım? Xloru niyə saxladım? Mən birbaşa şeyə keçdim. CH, deməli 3 qat rabitə. CH üzərinə gəlsin xlor ki, xloru belə yazsan. Xlor kimi yazsan. Pi rabitəni qırdım. Xlorun birini vura bilərsən, birini vura bilərsən. Və reaksiyasında nə alır? CH xlor, CH xlor. Hə, cavabı tapdıq. Baxın bu da elə cavab. Şu an niyə görə? Çünki bir dənə bax fikir ver yenə. Burada çətin bir şey yoxdur. Xloru atdın aşağı, hidrojeni qoydun bura. Xloru atdan aşağı, hidrojeni qoydun bura. Biz baş versən, başa düşərsən. Görsən bu kənarların müxtəlif. Bu biri variantlar niyə olmur? Deyim sizə. Şu an cavabımız xlordur. Bu biri variantlar niyə olmur? Çünki bu biri variantlarda üzərinə H xlor gələndə burada 2 qat rabitə qırılır, H bura birləşir, xlor da bura birləşir. Alınır CH2, CH xlor. Burada 2 qat rabitənin bu kənarlarına fikir ver, eynidir. Ona görə olmayacaq. Natriumda gələndə uşaqlar niyə olmur? Çünki natrium gələndə hidrogenlər əvəzlənir. Hidrogenlər əvəzlənir. Burada yəni dəxilsiz bir şey alınır da. Natrium C3 qat rabitə C natrium alınır. Buradakı bildiyiniz kimi həmin o dediyim söhbət yoxdur. Yəni bu iki qat rabitə bu söhbət olmadığına görə biz buna deyəndə baxmayacağıq. Yəni cavabımız xlor oldu. Davam eləyək növbəti sualla. Növbəti sualda bu hara getdim mən? 62, 63-ə baxdıq, 64-ə baxdıq, keçək 65-ci suala. Görə 65-ci sualda söhbət nədən gedir? Biraz bunu balacalaşdıraq. Belə. Şu 65-ci sualda nə edəcəyik biz? Bizə doymuş bir atomlu spirt verib. Doymuş bir atomlu spirtlərin ümumi formulu nədir aşağıda? CnH2n plus 2 odur. Yəni CnH2n plus 1 OH-dır. Hidrogen attım bu tərəfə. Və bunda oksigen nə qədərdir? 16-dır. Molekulunda kütlə nisbəti verib. 16-nı bölürəm. Hidrogen nə qədərdir? 2n plus 2. Bilmirəm. Bilsəydim 1-ə vurardım. Bərabər edirəm nəyə? 2. 4n üzərinə gəlinsin. 4 bərabərdir 16. 4n bərabər dedim. 16-dan 4 çıxan nə qalır? 12 qalır. Buradan n-i tapsam 3. Deməli, mənim spirtim kimdir? C3, H7, OH daş olar. Amma diqqətli olun. Birli spirtdir. Amanın günü diqqət edin. Uşaqlar, birli spirtlər misoyun oksidasında aldehid verir. İkili spirtlər keton verir. Yəni bizim bu spirtimiz birli spirtdir və birli spirtdə bilirsiniz də OH birli karbon 5. Aşağı, əgər OH bu karbon birli karbondur. Əgər karbon bir karbon birləşdirsə birlidir, 2 karbon birləşdirsə ikilidir. OH-ın birləşdiyi karbon əgər birləşdirsə spirtə birlidir. Əgər OH götürüb bura qoysanız buna ikili spirt deyəcəksiniz. Və bunun misoyun oksidaşması zamanı misaldır. Oksigen su olması 2 hidrogen istəyir. Biri buradan gedir, biri buradan gedir. Olur su. Və yerdə nə qalır? CH3, CH2, CHO. Bilirsiniz də hər halda buna olan şeydir. Bu aldehiddir uşaqlar. Bu kimdir? Aldehiddir. Adı nədir bunun? Propanal aldehid. 3 dənə karbon aldehid amma al şəkildə əlavə olunur. Propanal, yəni E variantı olmuş olacaq sualda. Davam edək növbəti sualla. Növbəti sualda görək söhbət nədən gedir. 65 idi bu. 66-ya baxırıq indi. Şu 66-cı sualda nədən söhbət gedir? Deməli, C6H5 OH-dır, bir də sink qarışığıdır. Bunları qızdırıblar və buradan alınan X maddəsi buzlu su. Bu bilirsinizsə nə demək istəyir bu? C6H5 OH-la uşaqlar, bu benzolun alınmasıdır bu. C6H5 OH-la sinki bir yerdə qızdıran sink oksigeni götürür, sink oksidi alınır. Bir də buradan C6H6 alınır. Və C6H6-dır uşaqlar. C6H6 da suda həll olmayan mayedir və suda həll olmayan mayeni də nətər ayırırıq? Ayrıcı qıfla ayırırıq bunu. Yəni ayrıcı çünki həll olmayanda məsələn benzinlə su kimi təsəvvür edin də benzol da suyuna eyni ona bənzər bir şey əmələ gətirir. Onun görə ayrıcı qıfla. Ayrıcı qıfla bilirsiniz də. Ayrıcı qıfda belə bir şeydir. Bunu da şəkil seçməkdir. Mən ayrıcı qıfda indi səliqəsi görsənərlər və belə bir şeydir. Ayrıcı qıf. Burada krant var. Su buradadır, benzol da buradadır. Benzol üstünə qalır. Burada krant açırsan, su gedir, benzola çatına bağlayırsan da. Əssalam. Yəni cavabımız ayrıcı qıf olacaq. Keçək növbəti suala. Uşaqlar, növbəti sual. 67-ci sual. Bir oksidləri müəyyən edin. Aşağılar. Burada nəyə fikir vermək lazımdır? Təbii ki, burada kimdirsə üstünə natrium hidrokarbonat gəliblər və orada natrium karbonatı alınır, bir də Y alınır. Y-in də üzərinə natrium gələndə, Y-in üzərinə natrium gələndə və burada natrium 2 indi əslində tutmaq olar söhbəti. Mən sizə deyim də uşaqlar, burada, səbirli bir dəqiqə səbirli deyəcəm bu nədir? Biraz belə oksid deyəndə ki, burada nə ola bilər ki, oksidimiz? Nə ola bilər burada? Nə ola bilər? Fərz edək ki, burada X-imiz kim ola bilər? Bu nə fikirləşiblər? Hansı maddəni fikirləşiblər burada? Nə yazıblar burada? Görüm tapa biləcəm bunu. X kim ola bilər? Üzərinə natrium hidrokarbonat gəliblər. Natrium karbonat alınır. Natrium karbonat alınır. Natrium karbonat alınır. Bu bir turşu ola bilməz. Çünki turşu olsa biz bilirik ki, bilmirəm də duz da ola bilər də. Sonra alınan Y-in üzərinə natrium gəlibdir. X alınıb təzdəndən və oradan hidrogen çıxıb. Hə, aydındır. Aydındır. Turşu olub da böyük ehtimal. Xlorid turşusu olub. Yox, xlorid turşusu olmur.
H2 silisium monoid ola bilərmi? O da ola bilməz. Bunun hansı turşunu götürdülər? Nə götürdülər burada? Bir dəqiqə, bircə dəqiqə. Bunların xəyallarında nədir burada? Hə, iqlik plus natrium, o da ki, düz gəlmir axı. Bir dəqiqə gözləyim. Biraz fikirləşmək lazımdır bunun nə götürüblər deyə. Reaksiya da bilmirəm nə fikirləşiblər. X natrium bikarbonatdan natrium karbonat verib Y alınıb. Sonra Y-in üzərinə natrium gəlib, hidrogen alınıb. Üzərinə natrium gəlib, hidrogen alınıb. Hə, bildim uşaqlar. X natrium OH olub, natrium OH olub. Hə, mən nə bilim, nə olub, Allah saxlamışlar. Natrium OH-la burada OH götürüb, əmələ gəlib su. Hə, uşaqlar, bir də natrium karbonat alınıb. Uşaqlar, mən bu sualları işləməmişəm. Vallahi mən bu suallara indi baxıram. Mən bu sualı atıblar, mən bunu izah eləməm. Heç bir dənə suala baxmamışam. Yəni, məni tanıyanlar, bilənlər bir də. Mən ona görə fikirləşəm. Yoxsa oturub bunu həll eləsəm, nəyə fikirləşəm, boş-boş bunu düşünürüm. Y-imiz, uşaqlar, suda bilir ki, oksiddir. Bunu götürərsən. Natrium da üzərindən su gələndə nə alınır? Natrium OH alınır. Uşaqlar, natrium OH alınır, bir də hidrogen alınır. Deməli, bizim X-imiz birisi də əsasdır. Ona görə bu getdi. Və buradan Z-in də üzərinə, Z-in üzərinə, Y nədir uşaqlar? Y-imiz artıq sudur. Hə, uşaqlar, burada da Z-in üzərinə şeydir bu, silisium O2-dir uşaqlar. Silisium O2-nin H flor gələndə şüşənin aşılanmasıdır bu. H flordan silisium flor da orada alınır. Bir də alınır su. Uşaqlar, bəs olan. Oksid deyil, deməli bu Z-dir, oksiddir. Z nə Y uşaqlar? Cavabımız olacaq, deməli E variantı. A, B, C, D, Y, hə də E-dir. Mən variant bilmirəm deyə. Ona görə qəşəng sualdır. Keçən növbəti 68-ci sual. Perxlorat turşusu. Perxlorat turşusu H-xloro4-dür. Bildiyimiz kimi bu bir əsaslı turşudur. Bir əsas turşu demək ki, bunun hidrogen bir dənə oksigenə birləşib. H-xlor xlor O3. Deməli, HO, xlor, oksigenin birini bura qoyursan, birini bura, birini də bura qoyursan. Bura belə birləşdirdin, oksigen kənarda 2 valentlə birləşir. Və burada sigma rabitələrin sayı, sigma rabitəni istənir 1, 2, bilirsən də 2 qatdan biri sigma, biri pidir. 1, 2, 3, 4, 5. Bu 5-ə bərabərdir. Y-imiz nəyə bərabərdir? 3-ə bərabərdir. Heç nə. 5-dən 3 çıx, qaldı 2. Yəni, baxın. 1, 2, 3, 4, 5 dənə sigmadır. 5 dənə sigmadır. Və onun 3 dənəsi də pidirsə, 1, 2, 3, 5-dən 3 çıxanda qalır 2. Yəni, burada olacaq cavabımız. Qəşəng bir sualdır bu arada. Keçək 69-cu suala. Uşaq, 69-cu sualda nədən söhbət gedir? X maddəsi hansı reaksiya, X maddəsi divinildir. Burada biz bilirik ki, halogen atomlar əgər yan-bayan gəlmirsə, bunlar mən bir-bir hamısını sizin üçün yazacağam, reaksiyalar ki, bir də təkrarlayın özünüz üçün. Üzərinə sink gəlirəm. Burada halogen atomlar hansı vəziyyətdir? 1-4 vəziyyət. Halogen atomlar yan-bayan gəlməklə uşaqlar, burada biz siklik quruluş alırıq. Yəni, sink kloru götürüb, burada 1 ilə 4-cü karbon birləşsən bir-birinə alınır siklik. Dərs izahında bunu 55 dəfəsi izah eləmişəm. O belə. Bu getdi. Gələn növbəti. Burada baxıram uşaqlar, diqqətli olun. Qələvinin spirtə məhlulu gələn zaman, uşaqlar, halogen atomlar baxın, biri buradadır, biri burada. Qoyun, mən bunu silim yuxarıda yazarım. Cavab elə oldu uşaqlar. CH2 xlor, CH2, CH qaydada vardır. CH2 xlor. 2 dənə kalium OH gəlmirsən uşaqlar. Kalium OH nədə məhlul? Spirtdə məhlul. Suda məhlul gəlsə spirt alır. Bax, bunu nə tələb edirsən? Bax, kaliumun birini buraya yazsan, H-ın birini çıxart buradan, qıyaz aşağı. Bax, fikir ver. Kalium OH. OH H götürür, kalium klor götürür. Eyni qaydan. Kaliumu buraya yaz. H-ın birini çək aşağı. Elə deyil. Yenə də kalium OH. OH H götürür, kalium klor götürür. Əmələ gəlir 2 dənə kalium klor, 2 dənə su və CH2 2 qat rabitə CH, CH, CH2. Uşaq maddanın adı nə idi? Divinil idi. X-imiz nədir? Divinil olacaq. Bu birisi nə divinil deyirlər? Birisi də etilendən bir hidrogen çıxarandan sonra alınan radikalın adı nədir? Vinildir. Ona görə cavabımız olacaq bu variant. Uşaq bunun parçalanmasına zaten adam deyir. Burada bir hidrogen çıxmışsa C4H8 qalacaq. Bu alkendir. Bu TM1, bu TM2-dir. Tez 40-dan böyüksə içinə su çıxırsan, alınır C2H4 ilə su, HOH çıxır, OH bir dənə H çıxırsan da. Halogen atomlar yan-bayan gəlibsə alkin alınır. Sink bromları götürür. Burada səhv gedib, sink brom 2 olmalı bir. Bromları götürür və burada nə alınır? 2 qat rabitə alınır və belə. Yəni bu alkendir uşaqlar. Bu buten 1. Belə bir gözəl sual. Davam eləyək növbəti suala. 69-cu sualdır bu. 69-70-ci sual. Hansı maddələrin molekulu 3 hidroksid qrupu? Bunun ən rahat izahını deyirəm sizə yadda saxlayın inşallah. Karbohidratlar birisi də riboza C5H10O5-dir. OH qrupları hidroksid qrupu OH-dır. OH-ın sayı oksigen sayından bir dənə az olur həmişə. 4 dənə OH buradadır. Fruktoza C6H12O6. Glükoz da eynidir. Burada OH-ın sayı 5 dənədir. Gliserin uşaqlar 3 atomlu spirtdir. Bilirsiniz, bunu da bilməlisiniz. Bir zəhmət bunu bilin bari. Burada nə dənə OH var? Burada 3 dənə OH var. Yəni burada 3 dənə OH götürərsən. Dezoksiriboz uşaqlar C5H10O5-dir. Hətta dezoksiriboz edilir oksigeni çıxarmış riboza da deyirlər. Yəni oksigen burada üzr istəyirəm 5 dənəsə burada 4 dənə olacaq. OH qruplarının sayı burada neçə dənə olacaq? 3 dənə OH olacaq. Deməli cavabımız 3, 4 və bu D variantı olacaq. Davam edək növbəti suala. 71-ci sual.
Və 71-ci sualda yazır ki, izopropil amin molekulunda polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayından nisbətən çoxdur. İzopropil radikal nədir uşaqlar? İzopropil propandan bilirsiniz də, propanın bu birli karbondur, bu ikili karbon. Əgər biz burada birli karbona hidrogen çıxarsa, bu ələngəyə deyirik, biz propil deyirik. Aydın oldu mu? Əgər ikilidən çıxarsan, CH3, CH aşağı çəkib, buna deyəcək isə nə deyəcək? İzopropil deyəcək. İzopropil deyəcək. Heç nə, izopropil amin. Amin qrupda bir sənə NH2 birli amindir. Nə edirsən? Gətirirsən izopropil radikalını birləşdirirsən amin qrupu. İndi burada artıq hər şey aydındır. Ya da bu tərəf hissi ilə bizə maneçilik törətməsin. İndi nə olacaq burada? Deməli, xəttlər açıq formada yazacaqsınız. Sən başa düşə bilin. Deməli, bu belə CH, CH, H. Heç xəttlər açıqlanmış olar. NH bu. Burada polyar kovalent rabitə, bilirsən, polyar kovalent rabitə müxtəlif atomlar arasındadır. Burada polyar kovalent rabitə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. Polyar nə istəyən uşaqlar? Polyar 10 dənədir. 10 dənədir polyar. Deyir ki, polyar kovalent rabitə qeyri-polyardan istəyir. Neçə dəfə çoxdur deyir bu arada. Qeyri-polyar da uşaqlar. Burada qeyri-polyar neçə dənədir? Qeyri-polyar. 1, 2 karbonlar arasındadır. Qeyri-polyar neçə dənədir uşaqlar? 2 dənə. Polyar 10 dənədir, qeyri-polyar 2 dənə. 10 da 2-yə bölürsən 5. Və yaxud da ki, bir dənə baxaq, bir dənə baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hədə düzdür. Qeyri-polyar 2 dənə. Çünki mən bunun cavablarını bilmirəm. Ona görə yazıram gedir. 71 yazdım, indi gəlir 72. Aşağılar. Butan bilirsən ki, C4H10-dur butan. 0,5 molunda atom sayıdır. Şöyle atom sayı deyəndə burada 4 ilə 10 cəmlə 14 edir. Bunun 1 molunda 14 vurulsun, deməli 6,2 vurulsun 13 qədər atom varsa, bəs bunu 0,5 ilə nə qədər olar? 7 vurulsun 6,2 vurulsun 13. Yəni yarısı da. Bu rəqəmləri mən hesablaya bilməyəcəm. Mən məcburam bunu kalkulyatordan istifadə edim. 7-ni vururam nəyə? 6,2. 7 vurulsun 6,2 eləyir. 42,4 vurulsun 10 üstü, yəni 42,14 vurulsun 10 üstü 23 eləyir uşaqlar. Bunu da vergili bu yana sürüşdürüblər deyə 10 üstü 24 olur. 2 dəqiq. Doğruları istəyir. Yəni bu dəqiq. Molekul sayı uşaqlar təbii ki, bilirik ki, istənilən molekula quruluşlu maddənin 1 molunda molekul sayı 6,2 vurulsun 10 üstü 23 qədəri. 0,5-də onun yarısı olacaq. Təbii ki, bu dəxilsizdir. Yəni bu getdi. Üçüncüsü uşaqlar, butanın emeri nə qədər? 4-ü vur 12-yə. 48. Ya Allah, üstürüm. 48 o da 58. Bunun 1 mol 58-dirsə, 0,5 nə qədər olacaq? 29. Yəni bu da doğrudur. Üçüncüsü də doğrudur. Karbonun kütləsini, karbon kütlə 4 vur 12. 48-dir. 48-i bölürəm 10-a. İxtisar eləyirəm hər ikisini. Nəyə bölünür? Hər ikisi 2-yə bölünür. Nəyə bölünür? Hər ikisi 2-yə böləndə deməli 24-ü 5-ə nisbəti. Yəni cavabımız uşaqlar 2 ilə 3 doğrudur. Doğruları istəyir də. Keçək növbəti suala. 73-cü sualda uşaqlar X-in hidroliz məhsullarından biri gümüş gücü reaksiyasına daxil olsun. Yadda saxlayın, mürəkkəb efirin məhsullarından biri gümüş gücü reaksiyası söhbəti var. Deməli bu qarışqanın uşaqlar. Qarışqa turşusunun efiridir. Yəni HC, oksigen, o bu tərəfin bilmirəm mənədir. İndi onu biləcəyik birazdan. Üzərinə su gəlirəm, HOH gəlirəm. Bunu buradan bölürəm. OH-ı verirəm ona, olur HCOH. Üzərinə gəlinsin ROH. Gördüyünüz bu belə bir şey alınır. Və burada qarışqa turşusu bilirsiniz, qarışqa turşusuna aldehid qrupu var axı. Aldehid qrupu olursa gümüş gücü reaksiyasına daxil olur aşıqlar. Və molekulunda opsi 6 hidrogen varsa, sən bilməlisən ki, 6 hidrogenin biri buradadırsa, deməli 5 dənəsi də burada. Sənin erin nədir? C2H5-dir. Qurtardı getdi. Yəni etil spirtinin qarışqa turşusu əməliyyatı mürəkkəb edilir. Özü qorxmayın, burada heç nə yoxdur. Elə bir ki, HCOH-dır, üzərinə etil spirti gəlirsən, C2H5, buradan OH, buradan H çıxır. Və reaksiya nəticəsində nə alınır? Bu belə bir şey alınır. Buna etil formiyyat deyirlər. Və uşaqlar, həmin maddənin natrium OH-la reaksiyasını yazırıq. Etil formiyyatı. Deməli, bunu burada yazaq bir dəqiqə. Üzərinə natrium OH gəlirəm uşaqlar. Bunu bölürəm 2 yerə. Turşuya nə lazımdır? OH lazımdır. HCOH olur. Spirtə nə lazımdır? H lazımdır. C2H5OH. Qələmi müttəş uşaqlar hidroliz reaksiyasında. X-nin hidroliz ilk vəziyyət maddələri müəyyən. Heç nə uşaqlar. Deməli, alınır HCOH-la HCOH daha doğrusu üzr istəyirəm. Bu o natrium gedir ola bilər. Çox üzr istəyirəm. HCO natrium ora birləşir. Bir də C2H5OH var elə cavab. Belə. HCO natrium bir də C2H5OH belə bir sualdır. 74-cü suala keçək uşaqlar. Deməli, proses oksidləşir, reduksiya olunur.
radiusun dəyişməsini soruşur. Uşaqlar, ümumiyyətlə, XN mənfi iyonu oksidləşirsə, oksidləşir sözü var. Demək olar, bu reduksiya edicidir. Çünki elektron verir. Məsələn, bax, X atıramda müsbət 2-dən, məsələn, müsbət 2-dən elektron verir. Məsələn, atıram, bir elektron verir. Olur nə? X müsbət 3. Fikir verdim, bu reduksiya edicidir. Reduksiya edici oksidləşir çünki. Y-dəki reduksiya olunursa, deməli, bu oksidləşdiricidir. Elektron alıb, məsələn, müsbət 4-dən atıram, 2 elektron alıb, nəyə gəlir? Müsbət 2-yə gəlib. Deməli, sənin bu Y müsbətin M-in deməli nəymiş? Oksidləşdirici imiş. Bu da ki, nəymiş? Reduksiya edici imiş. Biz də belə bir qayda demişdim, uşaqlar həmişə deyirəm. Elektron verəndə R azalır. Elektron sayı və radius azalır. Deməli, burada elektron verdiyi üçün burada radius azalır, burada artır. Azalır, artır, azalır, artır, azalır, artır. Keçək növbəti suala. 75-ci suala. Görə 75-ci sualda nədən söhbət gedir? Maddələr yuxarıda qaldı biraz. Bir dəqiqə. İndi uşaqlar, mis ilə amoniakın reaksiyasından, mis ilə amoniak reaksiyasından azotun laborator almaq nədir? Burada alınır mis, azot və su alınır. Gələk bura. Yanmadı, yadda saxlayın. Azot və su alınır. Amma kataltik oksidaşma olsa NO ilə su alınacaq. N2 ayrılır uşaqlar. Bu hər ikisinə aid. Bu bura gedəcək. İki müxtəlif bəsit maddə alınır. İki müxtəlif bəsit maddə alınan kimdir? Bu bura gedəcək. Oksigen oksidləşdiricidir. Oksigen burada sıfırdan nəyə gəlir? Mənfi 2-yə gəlir. Burada oksigen mənfi 2-dən heç nə mənfi 2-yə dəyişmir. Ümumiyyətlə burada dəyişir. Oksidləşdirici olan burada oksigen buna aiddir. Amoniak reduksiya edici. Amoniak uşaqlar. Amoniakda bilirsən NH3 amoniakda nəyə bərabərdir? Mənfi 1, üstünə müsbət 1, mənfi 3-dür. Müsbət 1, mənfi 3-dür. Və gəlir sıfıra. Fikir versən artır. Yəni nədir? Hər ikisində reduksiya edicidir. Yəni bu hər ikisinə aiddir. 1, 4. Uşaqlar. Deməli, 1-ə gedir 2, 2-yə gedir 3, 3-ə də gedir 1. Yəni bu variant. A, B, C, D. D var. Mənim nə sözü bilərsiniz uşaqlar. 76. Anilinlə alkilamin verib uşaqlar. Anilin bilirik ki, formulu C6H5NH2-dir uşaqlar. Bu maddə belə deyək də aromatik amindir. Ən sadə nümayəndəsidir. C6H5NH2. Hidrogen atomların sayı burada nə qədər? 5, bu da 2, 7. 7-yə bərabərdir. Alkil amin uşaqlar. Alkil amin bilirik ki, CNH2 plus 1 NH2-dir. Uşaqlar, deyə bilərsiniz müəllim. 1 amindir, 2 amindir, nədir? Ona çox fikir verməyin. Bunu belə yazın ən qəşəngi. CNH2 plus 3 N yazın. Bunu belə yazanda daha qəşəng olur. 1 amində 2 hamısının formulu budur. Və n böyük bərabər 1-dən başlayır. Və uşaqlar 2n plus 3 nəyə bərabərdir? 2n plus 3 7-yə bərabər edirsiniz və buradan 2n bərabərdir 4, n də bərabərdir 2. Deməli, uşaqlar, deməli burada nəyə fikir verməlisiniz? Siz bizim bu hansı ki aminimiz nədir? C2, deməli H7 N'dir. Və bu budur uşaqlar. Və bunun emerini tapaq. Bunlar bir-bir. Emerlərini tapaq. Necə tapacağıq? Deməli, anilin nəsədir? Necə tapıram? 6-nı vururam 12-yə, üzərinə gəlinsin. 5-i vururam, deməli, 1-ə, üzərinə gəlinsin 14, üzərinə gəlinsin 2. Və bunun, deməli, 93 eləyir uşaqlar. Bunun emeri 93 eləyir. Keçək bu birisinin emerini hesablayaq, bunu hesablayaq. 2-ni vuraq 12 elədi, 24, üzərinə gəlinsin 7, üzərinə gəlinsin 14, elədi 45. Şu an nətər taparsın? 93 ilə 45 arasında nə qədər fərq var? Deməli, nə qədər fərq vardır? O 48 var. Yəni, B-dən 48 çıxsa, X-ə bərabər olar. O belə. 76-cı sualda getdi. Keçək növbəti suala. 76, 77. Uşaqlar, reaksiya küçünü göstərdik xas. S plus fluor 2-dən nə alınır? S fluor 6 alınır. Burada nə alınır? Kalsiyum S alınır. Burada da kalium 2S, kalium 2 SO3, bir də su alınır. Və buna fikir versək kifayətdir. Burada küçü sıfırdan nəyə gəlir? Mənfi 1, müsbət 6. Burada nə olur? Oksidləşdirici. Oksidləşdirici olur. Gələk bura. Sıfırdan nəyə gəlir? Kalsiyum müsbət 2, bu da mənfi 2. Bu da nə olur? Üzr istəyirəm. Bu da reduksiya edici olur. Mən hansı riyaziyyatla işləyirəm? Yuxarıda reduksiya edici olur. Reduksiya edici olur. Aşağıda nə olur? Oksidləşdirici olur. Gələk bura. Uşaq küçü sıfırdan ehtiyatda oynayın. Kalium 2S-də müsbət 1, mənfi 2-dir. Kalium 2S soyuşdıra bilsin. Mənfi 2, müsbət 1, müsbət 4-dür. Və burada da belə deyək də, hansı ki, kükürt sıfırdan həm mənfi 2-yə, həm də müsbət 4-ə gəlir və həm artır, həm də neyinir? Azalır. Və buna fikir versəniz nədir? Kifayətdir. Yəni, həm oksidləşdirici olur, həm reduksiya edici olur. Nə yazılır bura? Həm oksidləşdirici olur, həm də nə olur? Reduksiya edici olur. Hər ikisi olur. Aydın oldu. Və buna fikir versəniz kifayətdir. İndi variantlarda uyğunlaşdırarsınız. O variantlarda uyğunlaşdırın.
Bax lazımdır. Bax belə. Burada gedəcək deməli 1-ə gedəcək. 1-ə gedəcək 2, 2-yə gedəcək 1, 3-ə də gedəcək 3. Bax belə. Keçdi növbəti suala. 78. Kalsium karbiddən su, yəni uşaqlar bilirsiniz ki, kalsium karbid çox məşhur bir maddədir. Kalsium karbidin üzərinə biz su gələndə suyu H kimi yazsan ən qəşəngi. Kalsium müsbət ki, bu mənfi, bu müsbət bura. Bu buna birləşir, bu da buna birləşir. Əmələ gəlir kalsium OH2, bir də C2H2. Bu bizim birinci reaksiyamızdır. Alüminium karbidin su, yəni eyni qayda ilə. Alüminium 4C suyu belə yazsan HOH, müsbət 3, mənfi 4, müsbət 1, mənfi. Alüminium OH3 alınır uşaqlar. Bir dənə alınır. Bunu buna birləşdir. Bu indekslərinə baxma. İndekslər hamısı düzəldir onsuz. Senin H-ı birləşdirsən bir-birinə olur CH4. Mənfi 4, bu da müsbət 1. Ümumi olan nədir? Ümumi olan. Oksidaşma reduksiya reaksiyası deyil. Bəli, şu an burada heç kim dəyişmir oksidaşma dərəcəsini. Onsuz zaten yazını göstərmişəm. Fikrimi testə baxmadan nə tər atdım, nə tər tutuzdurmuşam, lazım olan şeylər yazmışam. Fikri heç kim dəyişmir. Şu an bu fikir yükləri birləşir, fikir bu bununla birləşir. Bu heç kim dəyişmir burada. Baxın. Reaksiyanın qasalında maddə olub, bəli. Burada CH2 yanıb, burada metan alınır. Reaksiyanın qələvi alınır. Şu an kalsium OH2 qələvi, amma alüminium OH3 qələvi deyil. Alüminium OH suda olmayan əsasdır. Reaksiya məhsulları natrium OH ilə reaksiya daxil. Reaksiya məhsulları natrium OH ilə reaksiya daxil. Uşaqlar, birinci növbədə kalsium OH2 natrium OH ilə reaksiya daxil olmaz. Bəli, alüminium OH daxil olur, amma bu yox. Ona görə bu da eyni deyil. Cavab 1-2. Ümumi olanları istəyib də. Keçək növbəti suala. 79. Sulfat turşusu molekuluna rabitə yaradan elektron. Sulfat turşusu H2SO4. Və burada bilirsən bu iki əsas turşudur. Bunu belə yazsan. HO2 dəfə SO2. HO-ları yazdın alt-alta belə. SO ortaya. İki əsas turşuda 2 oksigen 2 hidrojenə birləşib deməkdir. Fərqləri say. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir rabitə neçə elektron yaradır? 2 dənə yaradır. 8 vur 2-yə 16. Və yaxud da ehtiyac yoxdur. Oksigenli turşularda bir dənə H3 böyük, H3 böyük də nitratdan başqa. Ümumi rabitə sayını tapmazsan oksigenin sayını 2-yə vur. 4-ü 2-yə vurdun 8 elədi. Bir rabitə neçə elektron yaradır? 2 dənə oldu 16. Vəssalam. Keçək növbəti son 10 sualı qalır. 80-ci sualı var. Hansı reaksiya doğru deyil? Uşaqlar biz belki flor, xlor, brom yod sırasında flor, xlor, brom yodu çıxarır. Xlor, brom yodu, brom yodu çıxarır. Yod CS1-ni çıxaramır. Deməli bu doğrudur. Getdi. Brom su ilə bəli. H brom, H brom. Yenə xlor da belədir. Soyuq su ilə. Yod su ilə uşaq getmir reaksiya. Belə bir qayda yoxdur. Bu doğru deyil. Bu da uşaq ferin fluoros plus H deyir. Yodun laborator alınma təminliyidir bu. Sözü dərslikdə bu reaksiya yoxdur. Son vaxtlar mən görməmişəm bunu dərslikdə. Bu da yine yazıblar. Yəni bu doğru laboratorda alınma təminliyidir bu. Bu da adi şəraitdə kükürt birdən S-fluoratı verir. Məsələn. 81-ci sual. Biraz böyüdüm, biraz balaca görsənir. Nə yazır sualda? M1 qram natrium OH, M1 qram 5% natrium OH məhlulu, M2 qram bu qədərli və 25% məhlulu. Ən qəşəng diaqonaldır uşaqlar. M1 qram 5% yazdım bura. M2 qram 30% yazdım bura. 25-i yazdın ortaya. Böyükdən kiçiyə çıx. 25-dən 5 çıxanda qalır 20. 30-dan 25 çıxanda nə qalır? Qalır 5. Heç nə. M1 bölünsün M2 bərabərdir 5 bölünsün 20 biləcək 4-də 1. Yəni bu var ya. Və yaxud da M1 omega virus deyil M2 omega 2 bərabər M1 plus M2 vur omega sonra yaza bilərsiniz. Yəni M1 vurulsun 5, üstə gəlinsin M2 vurulsun 30 bərabərdir M1 plus M2 vurulsun 25. Belə də edə bilərsən. Və yaxud da ki, riyaziyyatla yaza bilərsən. Sən kefin nəyini istəyir yazılarında, mən bilmirəm sən xoşuma hansı gələcək. Aydın oldu bu belə. 81-82. Dördüncü qrupun əlavə qrupunda yerləşən elementdə P elektronları bütün elektron qruplarıdır. Hörmətli şagirdlər, əlavə yarım qrup dördüncüdə bir əlavə yarım qrup istənilən bir elementi yazıram sizin üçün. 2P6, 3S2, 3P6, 4S1, 4S2, sonra 3D başlayır. Nə D1, D2, nə zəhrimar gedir belə o tərəfə də. Yadda saxlayın, dördüncü dövrün əlavə yarım qrupda P elektronların sayı dəyişmir. Həmişə 12-dən olaraq qalır. Və P elektronlar 48%-də 12-yə nə deyirsən? 48% deyirsən. Ümumi elektronların sayını 100% deyə. Buna da bir A deyək. Buradan A-nı tapaq. B edir bir dəfə, B edir 4 dəfə. Burada A-nı tapanda 25. Demək, söhbət 25-ci elementdən gedir uşaqlar. 25-ci elementdə deməli, bura qədər 20-dir onsuz da. 25, 3D 5 olacaq. Və sonuna baxın, çünki zaten əvvələ hamısı cüt vəziyyətdədir. Cütləşməmişdir uşaqlar. Biz bilirik ki, S-də bir dənə xana var. Dolu. B-də 1, 2, 3, 4, 5 dənə elektron əvəzini edirəm. Tək-tək dolduram, elə 5 dənə tək var. Hə, deyir, tək elektronlar, cütləşməmiş elektronlar, bütün elektron neçə faiz? Bütün elektron 25 dənədir. 5-i də bölürəm 25-ə, vururam 100-ə, bu da 20%. Yəni C variantı. Davam edək növbəti sualına. 83-cü sualına davam edək. 83-cü sualı nədir uşaqlar? 83-cü sualda
83-cü sualda baxıram ki, mənə HCOH verib, bir də artıq miqdar natrium reaksiya alır. İnşallah ilk öncə burada nəyə diqqət eləmək lazımdır? HCOH natriumla reaksiya getmir. Yəni belə bir reaksiya yoxdur. Biz öyrənmirik belə bir şey. Amma CH3COH natriumla reaksiyaya daxil olur. Və burada CH3COO natrium alınır, bir də hidrogen qazı çıxır. Ayrılan hidrogenin molu elementin valentinin yarısı qədərdir. Ayrılan hidrogenin moluna görə uşaqlar sərf olunan CH3CH hesab edə bilərəm də. 0,5 alınır. Nə qədər reaksiya daxil olur buna? 60 daxil olsa, MR 60 uşaqlar. Özümə sual verirəm. 3 mol alınanda buna nə qədər daxil olur? Buna bir X deyək. Şu deməli 0,5-i nə edirəm? 3-ü vururam 60-a, deməli 3-ü vururam 60-a, bölürəm. Təzə kalkulasiya hesab edirəm. Bölürəm 0,5-ə. Bax, bunu çox elədim. 360 uşaqlar. Deməli burada belə şey var. Şeydən çox alındı. Alınan hidrogenin molu HCO. Ayda, ay ay ay. Bunlar səhv edir. Mən aldehid kimi gördüm ya bu HCOH-ı. Ay ay ay. Üzr istəyirəm uşaqlar. Çox üzr istəyirəm. Yaxşı oldu baxdım. Alınan şeyin kütləsi nədir onun adı? Ümumidən çox elədi 290-dan. Yaxşı oldu gördüm. Amma bu oksigen birini mən görmədim. Dərsdən sonra video çəkərlər. Otur evində işində də. HCOH üzərinə gəlsin natrium bu da yeni qayda ilə. HCO natrium. Dərsdən çıxmışam o. Dərsdən çıxıb video çək. Belə olacaq da nə gözləyib. Nə bunun molunu bilsən, nə bunu. Şöyle gəl buna x deyə, buna da y deyə. Mən nə biçim nə qədər. Deməli bunun 1 moluna nə qədər alınır? 0,5 alınırsa, bunu y götürmüşdüm. Y-dən nə qədər alınır? 0,5 y. Bunun 1 moluna nə qədər alınır? 0,5 alınırsa, x-dən nə qədər alınır? 0,5 x. İndi nə edirəm? Bunları cəmləyib nəyə bərabər edirəm? 3-ə bərabər edirəm. Zəhləm gedir və hesablama işindən də 0,5 y bərabərdir 3. Heç nə, bu da x plus y bərabərdir 6. Çünki 0,5-i 3-ü böləndə 0,5 neçə eləyir? 0,5-ə 6 eləyir də. Bu et uşaqlar. Bir də bunun kütləsini tapaq. HCOH-ın MR 46 uşaqlar. 46 x üstə gəlinsin. 60 y o da bərabərdir 290. Bunu da sadələşdirə biliriz. Belə rəqəmlər balacalaşsın. Bitər rəqəmi 2-yə bölək bəlkə. 23 x üstə gəlinsin 30 y bərabərdir 290-ı da belə 2-yə. 145. Biraz sadələşsin də. Bu tənli həll eləmək lazımdır. Bir dənə ürəkli adam lazımdır. Qoldan güclü adam lazımdır bunu həll eləmək üçün. 23x üzərinə gəlsin. Deməli 30 y bərabərdir 145. İlkin qarşıda qarışqa turşusunu istəyirik. Qarışqa turşusu bu da mən anda y əvəzləyək də. Y bərabərdir 6 minus x yazaq. Qoyaq aşağıda yerinə. 23x üstə gəlinsin 30 vurulsun 6 minus x bərabərdir 145. 23x üstə gəlinsin 180 çıxılsın 30x bərabərdir 145. 23-dən 30 çıxanda mənfi 7x bərabərdir. 145-dən çıxaq 180-in. Tapacaq 35. Buradan x bərabərdir. Müsbət mənfi 35 bölü 5 edir. Şu 5 mol qarışqa turşusu olub bizim nümunələrdə. Onun kütləsini istəyir 5-i vurduğundan 46. Məncə biraz lazım deyil bu qədər uşaqları yormaq. 5 vur 46 edəcək 230. Belə. Hesabı 230 olur. Həqiqətən də gözü düz eləmişik. Deməli 230 sonra düz olur. Mən dəqiq səhv eləməyəm orada da. Daha vermiş klaviatura vasitəsilə qeyd edirəm. Heç davamı onlayn ilə götürmüşük deyə davamı heç bilməyim sonra. 84-cü sual uşaq. 84-cü sualda nəyə fikir vermək lazımdır? 84-cü sualda N2 plus H2 reaksiyasında deməli reaksiyanın sürəti bu qədərdir. Reaksiyanın sürət sabitini hesablayın. Bu kütlələrin təsiri qanundur. V bərabərdir K vurulsun C2-nin qatlığı üstündə əmsalı, CH2-nin qatlığı üstündə əmsalı. 0,8 bərabərdir. K vurulsun 0,1 vurulsun 0,2-nin kubu. Deməli, burada 0,8 də. Bu nədir? Yaxşı oldu, baxdım. Nəstən 0, 3 dənə 0 var bir şey. Bərabərdir. 0,1. Valla başım işləmirəm mənim son vaxtda. K vurulsun 0,1. 0,2 3 də vurulmaz. 0,4, 0,8. Vurulub kat gətirmək. Sən Allah. Gözümdən həncamə çıxardıram. 0,2, 0,2, 0,2, 0,8 demişim. %8 deyəm. Bir də riyaziyyat olmuyor. Şu an heç nə. Burada da deməli cavab uşaq K1 eləyirdi. Çünki bu da 0-dan elə ki 1000-8 eləyir. 10.000-8 eləyir bunu vuranda bir-birinə. Buradan K-na tapanda 1 eləyir. K1 oldu. Nə yoxsa? Keçək növbəti 85-ci suala. 85-ci suala görə nədən söhbət gedir? 85-ci sual. Deyir ki, uşaqlar bu termit qarşılıqdır. Birinci növbədə bunu burada yazaq elə. Ferium 3 O4-ün üzərinə alüminium gəlirəm. Alınır alüminium 2 O3 bir də ferium alınır. Və burada nəyə diqqət eləməlisən? Əmsallaşdıraq. 4, 3. Bunu 4-ə vuraq.
Bunu 3-ə vuram. Burada 9 yazıram. Burada 8 düşür uşaqlar. Reaksiya istilik effekti 3360-dır. Buraya yazıram 3360 kilojoule. 3 mol və 4 mol. Uşaqlar, deməli, buraya yazıram 3, buraya yazıram 4, buraya yazıram 3, buraya yazıram 8. Diqqətli olun. Reaksiya girən maddənin hər ikisinin miqdarı verildiyinə görə artıq qalma söhbəti var. 3-ə yuxarını aşağıya böl. Hansı bölsə artıq? 3-ü 3-ə bölürsən 1, 4-ü 8-ə bölürsən 0,5. Deməli, burada bu nədir? Artıqdır. Hesabat tam sərf ona görə aparır. Burada x yazsan 3362-yə böləcəkdir uşaqlar. 3360 böl 2, 1680. Sayımız 1680 uşaqlar burada. 1680. Baxın bir dənə də. Deməli, 3-3-ə böl. Hə də. Keçək növbəti 86-cı suala. 86-cı sualda nə edir uşaq? 86-cı sualda hansı maddələ polimer əməliyyatı? Uşaq, metapolimer əsasən karbon atomlarının 2 qat rabitəsi olanlar polimer əməliyyatı. Siklobutanın təbii ki 2 qat rabitə yoxdur, getdi. Tetraflor etilen uşaq. Etilen var. Ən azından bunu C-flor 2, C-flor 2 uşaq. Bəli, bu teflon verir. 2 qat rabitə qırılır, maddə emniyatı. Yəni, monomerlər təkrarlanır da. İndi mən biraz simplizə danışmağa çalışıram. Formaldeid uşaq, bəli, formaldeid uşaq CH2O-dur və burada çox diqqətli olun. Bu polimerləşir. Burada 2 qat rabitə var. Polifenol formaldehid verir. 2 qat rabitə qırılır və maddə emniyatı yazılır. Belə. Bu polifenol formaldehiddir. Budur gedir. Etanol spirtdən əmələ gətirilmiş CH5OH-da 2 qat rabitəsi yoxdur. Alanin nə idi? Alanin. Alanin bilirsiniz, amin turşudur. Amin turşudur. Amin turşular da yəqin buna cavab kimi götürüblər. Bilmirəm də. Bunlar polimer əməliyyat edilir. Çünki bu polimerlər iki cür alınır. Bir polimerləşmə reaksiyasına, bir də polikondensləşmə ilə alınır. Bu alanin də amin turşudur. Amin turşular da birləşərək polimer əməliyyat edilir. Məsələn, züval əməliyyat edilir. Mən düşünürəm ki, bunu da götürüblər. Cavab olacaq 2, 3, 5. İnşallah ki, onu götürüblər. Düzgün ya, bunu bilmirəm daha hansıdır. Mən bunun cavabını bilmirəm. 87 uyğunluğu olmayan uşaqlar, burada OTK-nın özünün 20 sınaq kitabında da bu sual var idi, səhv eləmirəmsə. Burada uşaqlar kalium müsbət 1, mənfi 2, müsbət 1, xlor 0, müsbət 1, mənfi 1, müsbət 1, mənfi 2, müsbət 1, müsbət 1, mənfi 2. Xlor burada 0-dan mənfi 1-ə, həm də müsbət 1-ə. Eyni element axın, bir oksidaşma ikisinə gəlsə, bu öz-özünə və ya disproporsiyada bu bura gəlir. Gəldi bura, natrium burada 0-dır. Müsbət 1, mənfi 2, müsbət 6, müsbət 1, mənfi 2, müsbət 6, 0. Uşaqlar, burada oksidaşma dərəcəsi müxtəlif elementlər dəyişir. Yadda salın, molekul arasında molekulda müxtəlif elementlər dəyişir. Əgər molekul arasında ayrı-ayrı maddənin içərisində bu molekul arası hesablanır, bir maddənin içərisində molekul daxil edilir. Bu molekul arasıdır uşaqlar, bu bura gedəcək. Gələk bura, bunu bir də yazın da, belə yaz səliqəsiz görsəm, H2S, deməli, S-lə su alınır. Mənfi 2, müsbət 4, müsbət 1, mənfi 2, 0. Fikir ver. Eyni elementlər iki müxtəlifdən birinə gəlir. Deməli, bu konmutasiya, əks sözü özünə. Gəldi uşaqlar, kalium kloroidin parçalanması. Kalium kloroid, kalium kloro 4 ilə kalium kloro parçalanır. Müsbət 1, mənfi 2, müsbət 5, müsbət 1, mənfi 2, müsbət 7, müsbət 1, mənfi. Uşaqlar, fikir verin. Bu biraz mübahisəlidir. Bu biraz mübahisəlidir. Çünki burada sən buna şey deyə bilməzsən, molekul daxili deyə bilməzsən. Prosto ki, bilməm. Hər molekul arasıdır da. Öz-özünədir də. Mən niyə başım qarışdı? Öz-özünə bir oksidaşma ikisinə gəldi. Öz-özünədir uşaqlar. Disproporsiyadır. Bu da bura gedəcək. Hansıydı bu? Beynim qarışdı. Və ən nəhayət sonum uşaq. Ən sonuncu elə burada yazıram. Burada NH4-də bilirsən də, NH4 bütövdə müsbət 1-dir. Bu müsbət 1, bu mənfi 3. Azot burada mənfi 3-dür. Xrom Q7 uşaqlar. H2 xrom Q7-dən qalan şeydir də. Gövdə yükü 2 mənfidir. Oksigen mənfi 2-dir, xrom da müsbət 6-dır. H2 xrom Q7-də bifromat turşudur. Xrom müsbət 6-dır. 0, mənfi 2, müsbət 3. Uşaq fikir verin. Azot mənfi 3-dən 0-a artır. Bu da fikir verin. Müxtəlif elementlər eyni maddənin içərisində. Buna molekul daxili deyəcək. Buna molekul daxili deyəcək uşaqlar. Molekul daxilidir bu. Ona görə bu getdi. Bu heç bir uyğun gəlməyəcək. Onsuz da bunu istəmirmiş. Belə. Gələk nəhayət ətraflara baxaq. Görə ətraflarda nədir? 88-ci sualda nə yazır? Etil üçlü butil ketonun formu. Etil üçlü keton budur. Etil üçlü butil. Etil nədir? CH3, CH2-dir. Bir də üçlü butil. Üçlü butil radikalda budur. Üçlü butil, etil üçlü butil ketondur. Yazdıq formunu. Bunun beynəlxalq adını istəyir. Buradan hər tərəfdən nömrəyəndə keton qrupu içə düşürdür. Radikal çox tərəfdən başlayıram. Yox, üzr istəyirəm. Yaxın tərəfdən başlayıram. Hədəf yaxın tərəf buradandır. 1, 2, 3, 4. Nədir uşaqlar bunun adı? Daha doğrusu mən hansı riyaziyyatdan işləyirəm mən? 1, 2, 3. Hə, düz demişəm də. Radikal çox tərəfdən başlayın. Çünki keton qrupu hər iki tərəfdən eyni yerdədir. 2, 2, dimetil, iki dənə metil var. Pentanon 3.
Adım yazacaq. Keçək növbəti suala. 89. Uşaqlar deyir ki, burada sualda yazır ki, duzun formulu alüminium klor 3-dür. Dissosiasiyası mərhələ sayı. Hə, alüminium klor ümumiyyətlə bir mərhələdə dissosiasiya edir. Alüminium 3 müsbətə, bir də 3 dənə klor mənfiyə. Bir mərhələdə dissosiasiya edir. Bir mərhələdə. Hidroliz uşaqlar, yadda saxlayın. Hidrolizin mərhələ sayı. Bu bilirsən ki, zəif əsasla güclü turşudan əmələ gəlir. Zəif əsasla güclü turşudan əmələ gələn duzdur. Və bu hidrolizi belə deyək, zəif əsasın kationuna görə baş verir. Və sən burada nəyə fikir verməlisən? Alüminium 3 müsbət, həmişə belə demin öz qayda kitabında bu formada yazılıb ki, hidroliz alüminium 3 müsbətə görədir. Və bunun valentliyi qədərdir mərhələ sayı. Yəni alüminium 3 müsbət, burada mərhələ sayı 3 olacaq. Cavab burada 3. Kalium hidrokarbon uşaqlar. Kalium hidrokarbonatdakı biz bilirik ki, turş duzda 2 mərhələdə. Birinci mərhələdə kalium müsbət, HCO3 mənfi. İkinci mərhələdə HCO3 mənfi ayrılır. Deməli nəyə? H müsbətə və CO3 2 mənfi. Yəni mərhələ sayı burada 2-dir. Və ən nəhayət kalium hidrokarbon uşaqlar. Burada bilirik ki, hidroliz HCO3-ə görə olur və bu da bir mərhələdə olacaq. Çünki belə deyək də HCO3-ün valenti 1-dir. Bundan sonra bunun bircə mərhələsi var. Bir də CO3 də 2 mərhələdə olacaq. Belə uşaqlar, bu belə bir sualdır. Getdik növbəti suala. Ən nəhayət 90-cı sual və sonuncu sual. Deməli, C2H5 bromla natrium qarşılığını qızdırılır və C2H5 brom üzərinə gəlinsin natrium. Uşaqlar, bu bilirik ki, monohalogen tərəmə üzəri natrium Würz reaksiyasıdır. Würz reaksiyasını bilirsən də, 2 dənə natrium, 2 dənə bromu götürür. Olur 2 natrium brom. Güzlüdə əksdə uşaqlar, C2H5 brom deyil. Üzərinə bir yersən, brom C2H5. Bromlar natriumla birləşir. 2 dənə natriumla birləşir. Buna natrium yazmaqdır. 2 dənə natrium, 2 dənə bromu götürür. Alır 2 natrium bura CH5, CH5. Yəni nə alır? C4H10 alır. Dərslərini yazdıq. M hesaplamaq lazımdır. Deməli uşaqlar, burada nə qədər qaz alınır? Buradan alınan qazı sudan keçməklə toplayıblar. Deməli, buraya yazıram 23,2 yazıram. Buraya yazıram 58. Uşaqlar, bunun M-i 58, C4H10. Hələ. Hə. Deməli, bunu almaq üçün nə qədər natrium lazım? Bura 46-dırsa, burada nə yazıram? M yazıram. Bir dənə burada M hesablayaq. M hesablayaq. Hə, məhsulun çıxında 80%. Oo, diqqətli olmaq lazımdır. Məhsul 80%-ni almış olar. Üzr istəyirəm, axırını oxumadım. Əgər 23,2 80%-ni alsa, özümə sual verirəm. 100%-ni alınsaydı nə qədər alınardı? Yəni, bunu hesablayayım. 23,2-ni vururam 100-ə, bölürəm. Deməli, 80. Cavab tapılır 29. Mən burada 29 yazıram. M-i tap buradan 23. M-i tapdın 23, hər şey tapdıqdır. Dərs təmin yazılır, M-i hesabladıq, hemen son hər şey elədik. Belə uşaqlar, gəlib bu videonun da sonuna çatdıq. İnşallah sizin üçün faydalı bir video oldu. Sağ olun, salamat qalın, növbəti dərslərdə görüşmək ümidi ilə. Özünüzü qoruyun.